İndi keçəcəyimiz bölmə isə mühasibə fişləri və faturalar bölməsidir. Fiş bölməsinə burada mühasibənin altında yerləşən fiş bölməsinə daxil oluruq. Burada bizim nə fişlərimiz varsa, hamısı burada göstərir. Biz buradan fişin tarixini seçə bilərik. Qoya bilərik ki, hansı tarixdən, hansı tarix aralığına kimi. Şubemiz əgər bir dənədirsə elə özü avtomatik hamısını göstərir. Əgər çoxdursa ayrı-ayrı seçib göstərə bilərik. Burada fişin türünü seçə bilərik. Məsələn, bu mahsul fişidir, tahsilat fişidir, teydir. İndi bunlar fişə daxil olanda göstərəcəm ki, bunlar harda qeyd olunur. Məsələn, burada yenə başlanğıc menüsü eyni hesab var. Yəni, bu standart menüdür, hamısını belə göstərir. Bir dənə fiş əlavə edək. Məsələn, fişimiz açıldı bir dənə belə. Bu fişə şubəsi mərkəzdir. Masa mərkəzi kodu olmasa, amma burada bəlgə tipi var. Bəlgə tipini burada seçib bəlgəsizdir. Burada fiş türü var. Fiş türündə biz burada mahsul, yəni bu nə ödənişdir, nə bir şey. Sadəcə borclandırmaq üçün çox vaxt istifadə olunur. Tahsilat var, yəni ödəniş fişi var. Yansıtma fişi var. Yansıtma fişini çox vaxt sistem özü avtomatik edir. Yəni bunu əllə müdaxilə etdirmək lazım olduğu zaman burada yansıtma fişinə daxil olur. Yəni bizə əsas olan burada mahsuldur, bir də tahsilatdır. Tahsilat fişinə girək. Tahsilat nədir? Tahsilat ödənişdir. Yəni ki, mən məsələn 223 bank hesabından ödəyəcəm hansı bir şirkət hesabında da 531-ci bir şey gəlmiş. Hansıdır bunlar? Azərsu. Şanfiyə var, Şanfi. Şənfi olsun sadəcə. Burada ancaq alt cari hesab, uç hesabları göstərir. Yəni bunlar hamısı uç hesabı. Yəni burada 531 ana hesabı göstərmir. Ana hesabı göstərir. Ya ona tabe olan hesabları göstərir. Deməli seçdim burada Şənfiyə. Mən burada Rabitə Bankın bank hesabından istəyirəm ki, nə qədər çıxsın? 500 manat çıxsın, har köçürsün Şənfinin borc hesabına. Yəni onun öhdəliyini azalsın. 500. 501 öhdəliklərdir. 531 öhdəliklər. Deməli 500 buradan çıxdı, 500. İlkinə baxıb görürük ki, baki 0. Yəni 500 çıxdı, 500 oradan. 2 əməliyyat oldu. Müqabililəşəndə 0 gəlir. Buradan yaddaşa saxlayırıq, qayd edirik. Artıq əməliyyat icra olunur. Burada mühasibə işləri falan söhbət yoxdur. Sadəcə olaraq bir dənə orada qayd edilir. O ilə də qutarır. O hara gəlir düşür. İndi burada bir də yeniləyək. Gəldi düşdü, bax bura. Biz burada açıqlama və yaxud masraf mərkəzi qeyd eləmədik. Girək, misal üçün bir dənə masraf mərkəzi qeyd edək. Misal üçün masraf mərkəzi haradadır? Bura nə qeyd edək? Bir dənə əlavə edək masraf mərkəzi. Tutalım ki, bu şirkət ödənişi. Ödəniş şirkət. Qeyd kimi yaza bilirik də, yəni. Qeyd, amma bu elə bir qeyddir ki, axtarışa lazım olan bir qeyddir. Yəni bu ilə biz axtarış edə bilərik. Amma bunu əllə yazmırıq da o qeyd. Orada hazır qeydlər bölməsini seçirik. Bax bunu yaddaş saxladım. Burada göstərir. Burada ödəniş yazıram. Gəlir ki, burada sadəcə ödənişi göstərir. Açıqlama qismi arasında yazılır. Açıqlama bilmə əslində o bizə verilmiş seçimdə nə istəsə yaza bilərik burada. Məsələn, nəyin müqabilində sən ödəniş edirsənsə, nəyin müqabilində onu yaza bilərik bura. Bu açıqlamanı çek nömrəsini yazılır. Bu çekin ödəniş şeyinə əsasən, summasına əsasən ödəniş olunur. Hər. Burada mənə ödəmə şəkli var. Burada kateqoriya çoxdur bizdə. Bank ödənişi edə bilərik. Bəlgə tarixini qoya bilərik. Bəlgə numarası, bəlgənin tipi, faturanın çeki, ödəniş şəkli. Bank tərəfindən verilən çeklə danışırsan da o. Ödəniş şəkli, burada bankadırsa, buradan banka. Bu bizə harda lazım olar? Raporlarda. Məsələn, rapor deyərik ki, ancaq bankada ödəniş olanları göstərsin. O buradan da göstərər. Buradan da data ala bilər. Yəni ona görə o qeyd. Yəni bizə boş sətirlər əslində ulduz olanları yazmamız bizə kifayətdir. Bunlarsa bizim bizə bıraq, yəni yaza da bilərsiniz, yazmaya da bilərik. Amma yazsaq bizim üçün daha yaxşı olar ki, əlverişli olar ki, sağ olsun bir məlumat axtaranda həmin bu yazdığımız üçün məlumat tapmaq daha rahat olacaq. Sonra açıqlama hissəsinə burada açıqlama hissəsinə də yazdıq, orasını bildik. Bir dənə ödəniş yazaq ki, burada görək. İşi qayd edirik.
İndi görək burada nə çıxacaq. Baxın burada gördüyünüz kimi ödəniş şirkət göstərir. Açıqlama da burada göstərir. Proje yazsaydı, proje də göstərəcəkdi. Yəni bax burada axtarışın, filtrasiya olunması sadəcə üçün- filtrasiya olmasa, yəni bizə verir burada boş xanalar. Yazsaq bizim üçün daha rahat olar. Sadəcə ikili filtrasiya axtarmaq istəyiriksə, sadəcə ödənişdir, amma hansının ödənişidir? Onun da məsəl üçün bir dənə patron nömrəsi varsa ki, patronla tapırıq. Adı açıqlama ilə axtar. Yəni bizim işimizi rahatlaşdırır. Təkcə bir dənə filtr yox, 2-3 dənə filtrdən istifadə edib məlumatı daha tez tapa bilərik. Əgər burada fiş çoxdursa, çünki bütün fişlər burada göstərir. O qədər filtri ona görə qoyub ki, bunların içində itib batır. Sonra gəlir burada. Bir dənə, 2 dənə şey məlum olduğunu rahat tapa biləcək. Evet, rahat tapa bilək burada. Burada planlandı bölmə var. Əgər biz fişin tarixini gələcəyə qoysaq, avtomatik gəlib düşəcək planlandı yəni. Gələcək. Hazırlandı bax. Bunları istifadə olunmur. Yəni hazırlandı onsuz da hazırlana gəlir düşür. Kontrol edilir. Yəni bunlar onaylanır. Bunları çox şükür istifadə edməm. Amma lazım olsa var. Əslində yəni departman olaraq məsəl üçün də buğalteriya hazırlayır. Buğalteriyanın nə deyirlər ona? Baş buğalter kontrol eləyir, GM də təsdiqləyir. Hə, təsdiqləyir. Əslində sıralama olaraq belə gedir. Gəlir yəni burada edə bilər. Var orada yəni seçənəklərimiz var.